Avtomobil İsrafilovun villası fantastik qiymətə satışa çıxarılıb. Əslində mən elə bilirdim, onun heç villası yoxdur, elə burada Mirzağa Əliyev küçəsində yaşayırdı, bizə yaxın ünvanda. Mən elə bilirdim, bircə mənzil oradadır. İndi mən də eşitdim ki, villası var. Xalq artisti, tanınmış qarmon ifaçısı Avtomobil İsrafilovun Novxanıdadır. Novxanı qəsəbəsində yerləşir bağ evi, artıq satışa çıxarılıb. 20 sot torpağın sahəsində yerləşən villanın ümumi sahəsi 650 kvadrat metrdir, maşallah. 10 otaqdan ibarət olan bağ evinin satış qiyməti 1 milyon 150 min manat olaraq müəyyənləşdirilib. Bağ evinin hazırda kimə məxsus olduğunu və hansı səbəbdən satıldığı haqqında məlumat verilmir. Kim satırsa Allah xeyrin görsün. Nə deyə bilərik? Avtomobil İsrafilov 2023-cü ildə aprel ayında 82 yaşında vəfat edib. Burada əlaqə nömrələri görünür. Humay Körpələr Uşaq Bağçasının əlaqə nömrələridir. Ruhiyyə xanım, siz də bu xəbəri yaxşı izləyin. Bəlkə siz də ev aldınız, bağçanızı daha da genişləndirdiniz. Humay Körpələr Evi Uşaq Bağçasını və əlaqə nömrələri var və analara deyirəm ki, bu uşaq evi, Körpələr Evi Uşaq Bağçası 7/24 işləyir, yəni gecə-gündüz çalışır və bura güvənə bilərsiniz, müraciət edə bilərsiniz. Məhz körpələrinizi bura Ruhiyyə xanıma Humay Körpələr Evi Uşaq Bağçasına etibar edə bilərsiniz.